Boş beşər adamsız da öyrənin. Nəyə görsə görə. Sosial emosional öyrənmə nədir? Baxın, SEO yazılır. Elə. Sosial emosional öyrənmə, yəni hisslərin düzgün idarə olunması, münasibətlərin düzgün qurulmasıdır. Həmişə danışdığımız şeylərdir. Yəni ki, uşaqlara təkcə bilik vermirik, həmçinin də onları nə edirik? Emosional cəhətdən inkişaf etdirməliyik burada. Çünki onlar emosional cəhətdən inkişaf eləməsə, onlarda həyati bacarıqlar formalaşmaz. Həyati bacarıqlar da formalaşmayanda təbii ki, uğurlu olmayacaq. Sosial emosional öyrənmə Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsinin xüsusiyyətlərini özündə əks etdirir. Yəni, bildiyiniz bir şeylərdir burada. Birinci mərhələsi adlanır. Yəni, 5 komponenti var. Birinci komponent adlanır özünü dərk etmə. Goleman nəzəriyyəsini oxumayanlar bilmir. Özünü dərk etmə nədir? Bəli. Bir insanın öz hisslərini tanıması. Özü haqqında məlumatlıdır. Bilir ki, harada, hansı hissi, necə keçirir, nəyə görə keçirir və s. Məsələn, əgər o ağlayırsa, valideyni ona sual verə bilər ki, sən bu hissi niyə keçirirsən? Bu hissi keçirməyinin səbəbi nədir? Baxın, bu tip suallar uşaqda özünü dərki formalaşdırır. Yəni, öz hisslərini tanıyır. Bilir ki, ona hansı hadisə pis təsir eləyir, hansı yaxşı təsir eləyir. Onu insanların hansı sözü sevindirə bilər, hansı sözü incidə bilər, kədərləndirə bilər, hansı davranışlar onu əsəbləşdirə bilər. Bu insanın özünü dərk etməsidir. Daniel Goleman nə deyirdi bununla bağlı? Deyirdi ki, özünü dərk, yüksək intuisiya və düzgün nəticə çıxarmağın əsasıdır. Yəni, sən öz hisslərini tanıyırsansa, düzgün nəticə çıxarmağı bacaracaqsan. Tanımırsansa, nəticəni də doğru çıxara bilməyəcəksən. Yəni, kimsə sənə bir pislik eləyibsə, sən orada doğru nəticə çıxara bilməyəcəksən artıq. Çünki öz hisslərini tanımırsan, özünü dərk budur. Özünü dərkdə biz demişdik ki, insan həm öz hisslərini tanımalı, bilməlidir, həm də başqalarına bunu biruzə verməlidir ki, insanlar da bilsin ki, o niyə bu davranışı göstərir. Məsələn, sən deyək, əsəbləşmirsən yoldaşına, hansısa bir davranışını, amma onun səbəbini demirsən ona. Səbəb odur ki, məsələn, ikisi uşaq dalaşır. Səbəb odur ki, digəri onun əşyasını götürüb icazəsiz. İcazəsiz götürməyidir səbəb. Əgər yəni o səbəbi desə, o da biləcək ki, ondan niyə incib, bəlkə gətirib qələmi qaytarıb verəcək ona, üzr istəyəcək. Düzdür? Ona görə özünü dərk etmə budur. İkinci özünü idarə etmədir. Sən artıq, bəli, həmin hisslərini başlayırsan idarə etməyə. Əgər sən hisslərini tanımasan, onu idarə edə bilməyəsən bir çox hallarda. Özünü idarə etmə, yəni özünü dərkdən asılıdır birinci. Özünü idarə etmədə insan gərək ki, emosional düşünməsin. Emosiyalarını qoysun bir kənara, rasional düşünsün. Yəni, özünü idarə etmədə rasional düşünmə önəmlidir. Rasional düşünmə nə idi? Goleman 2 yerə bölürdü. Məntiqlə düşünmək, ağılla düşünmək, bu rasional düşünməkdir. Emosional düşünmə amma hisslərlə addım atmaqdır, hisslərlə düşünməkdir. Bəli, indi burada əgər 2 nəfər şagird arasında mübahisə yaranıbsa, keçən dəfə demişdim, məsələn, birinin yaşı böyükdür, birinin yaşı balacadır. Əgər böyük olan emosional yanaşsa, deyəcək ki, mən onu döyərəm, o məndən balacadır. Mən ona güc gələrəm. Emosional davranıraq, emosiyaların təsiri altındadır. Amma rasional düşünsə, məntiqlə düşünsə nə deyəcək? Deyəcək, onası da balacadır, uşaqdır, bilmir, başa düşmür. Rasional düşünəcək. Emosional düşünürsünüz, döymək lazımdır. Amma orada ağıllı adam necə düşünəcək? Rasional. O indi deyəcəm də ona necə lazım oldu. Rasional düşünmək lazımdır ki, sən orada doğru qərar çıxarasan. Rasional düşünməsən, özünü idarə edə bilməyəcəksən. Və Daniel Goleman deyirdi ki, öz nəzəriyyəsində, insan öz hisslərini biruzə verməyi bacarmalıdır. Yəni, yeri gələndə sən əsəbləşə də bilərsən, gülə də bilərsən, kədərlənə də bilərsən və s. Bütün hisslərini yəni yaşaya bilərsən. Sadəcə onların hamısını gərək neyəyəsən? Düzgün zamanında, yerində yaşamağı bacarasan. Məsələn, səni əgər bir yerdə işləyirsən, basıb işlədirlərsə, neynəyəcəksən? Deyəcəksən, etirazını bildirəcəksən ki, yox, niyə başqalarını yox, məni? Necə? Bəli. Yəni də
Sən artıq o əsəb hissini az da olsa biruzə verəcəksən. Daha yəni orada dava qırğına ehtiyac yoxdur ki, sadəcə göstərirsən ki, mən bilirəm, başa düşürəm, hiss eləyirəm ki, yəni də mənim misal üçün istifadə edirsiniz işimdən və s. Sən öz hisslərini göstərməyi bacarmalısan yəni. Bəzən öz sevinç hissini göstərdiyin kimi, yəni kədər hissini də göstərməyi bacarmalısan, əsəb hissini də göstərməyi bacarmalısan. Sadəcə yerində, qədərində. Nə çox, nə az. Çünki çoxu da ziyandır, azı da ziyandır. Çox eləsən münasibətlər pozulacaq, işinə, həyatına nəsə bir xələl gələcək. Az eləsən də, ümumiyyətlə eləməsən də, sən həmişə orada yəni istifadə olunacaqsan. Ona görə də öz hisslərini idarə etməyi bacarmalısan. Üçüncü, sosial məlumatlılıqdır. Bu artıq bildiyimiz empatiya hissidir. Daniel Golemanın nəzəriyyəsində də elə 4-cü yerdə bu dayanırdı. Nə idi empatiya? Bəli, özünü başqasının yerinə qoyursan, onun nə hisslər keçirdiyini, nəyə görə bu davranışı etdiyini və s. anlayırsan. Empatiya da budur. Yəni, xüsusi belə bir geniş izah ehtiyacı yoxdur. 4-cü və 5-ci komponent Goleman nəzəriyyəsindən fərqlənir. Amma əslində elə sosial bacarıqlardır bunlar. Orada münasibətlə idarə olunmasında olan sosial bacarıqlar. Ünsiyyət bacarığı və qərar qəbul etmənin məsuliyyəti almaq. Ünsiyyət bacarığı, yəni sən insanlarla düzgün ünsiyyət qurmağı bacarmalısan. Ünsiyyət qurmağın birinci addımı nədir? Dinləmək, başqalarını dinləmək. Yəni, ünsiyyət qurmaq istənsə dinləməyi bacarmalısan ilk növbədə. Dinləmək özü yüksək emosional zəkanın göstəricisidir. Sən dinləməyi bacarırsansa, deməli, hisslərini yaxşı idarə etməyi bacarırsan və münasibətləri də idarə edəcəksən. Başqalarına öz, misal üçün, beyində olanı yeritməyi bacaracaqsan. Ünsiyyət bacarığı budur. Dinləmək, sonra qarşı tərəfə ona uyğun şəkildə düzgün rəylər vermək, fikir bildirmək və s. Qərar qəbul etmənin məsuliyyətini daşımaqda ki, sən bir qərar verirsənsə, onun məsuliyyətini özlərinə götürməyə bacarmalısan. Mən bugün addım atdım nəsə, səhv elədim, o səhvin nəticəsi, yəni günahkarı kimdir? Mənəm, özüməm, özümdə görəcəm günahı. Başqalarına yüklənməyəcəm, nə bilim, atam, anam, bacım, qardaşım, siz elədiniz, o elədi, bu elədi deməyəcəm. Əgər özüm qərar vermişəmsə, özüm də onun məsuliyyətini daşımağı bacarmalıyam. Qərar qəbul etmənin məsuliyyətini daşımaq da budur. Deməli, 5 addımdan ibarət oldu burada sosial-emosional öyrənmə. 5 addım. Özünü dərk etmə, özünü idarə etmə, sosial məlumatlıq, yəni empatiya, ünsiyyət bacarıqları və qərar qəbul etməyin məsuliyyətini daşımaq. Burada belə bir təkər veriblər, yumru. Bunu da elə-belə baxırsınız yəni. Sosial-emosional öyrənməni dərsə necə inteqrasiya edə bilərik? İnteqrasiya eləmək üçün çox yolları var, bir neçəsi burada verilib. Məsələn, şagirdlərə aydın təlimatlar verməklə. Yəni, uşaq biləndə ki, ondan nə gözlənilir, nə üçün çalışır, necə çalışmalıdır, daha yaxşı şəkildə aydın təlimatlarla fəaliyyətini daha yaxşı idarə edir. Yəni, müəllim onu təşviq eləmiş olur fəaliyyətə. Sinifdə pozitivlik mədəniyyəti yaratmaqla, pozitivlik mədəniyyəti nədir? Yəni, qorxusuz, ürküsüz bir rahat mühit yaratmaq ki, uşaq orta öz istədiyi kimi öyrənə bilsin, pozitiv mühit olsun. Pozitiv mühit əlbəttə ki, inkluziv mühiti təmin eləyəcək orada. Hər kəs rahat fikir bildirəcək, özünü rahat hiss eləyəcək. Rol model olun deyir. Yəni, müəllimin özünün rol model olması, təkcə müəllimin yox, həmçinin də valideynlərin də rol model olması önəmlidir. Məsələn, əgər müəllim öz emosiyalarını, hisslərini idarə edə bilmirsə, şagirddə də onu formalaşdırmağı bacarmayacaq təbii ki. Çünki insanlar daha çox sözlərə yox, davranışlara baxır. Davranışlardan biz nəticə çıxarırıq, düzdür? Sözlərdən yox. Mən ola bilər sözdə deyim ki, uşaqlar özünüzü idarə eləyin, nə bilim, əsəbləşməyin və s. Amma hər hansı bir hadisədə anındaca özüm əsəbləşirəm, qışqırıram, reaksiya verirəmsə, uşaqda da nə olacaq? Üst-üstə düşmədiyinə görə olmayacaq. Həmçinin də, baxın, burada nə deyir? 100 eşitməkdənsə, bir görmək daha faydalıdır. Yəni, sən 100 dəfə danışmaqdansa, bir dəfə göstər, uşaq onu bilsin ki, bu necə olmalıdır. Sonra, valideynləri prosesə cəlb eləmək də önəmlidir. Valideyni prosesə necə cəlb edirik? İlk növbədə, valideyn və yaxud da ki, qəyyumlardan danışa bilərik. Onların təlimatları önəmlidir. Bunu biz gələn dərsimizdə sinifin idarə olunmasını keçəcəyik. Orada da danışacağıq bu haqda. Biz sinifi düzgün idarə edə bilmək üçün təkcə müəllimin bacarıqlarından danışmayacağıq. Yəni, təkcə müəllimin bacarıqları kifayət eləmir burada.
reallığa baxsa, o sinifi yaxşı idarə edə bilər, təşkilatçılıq bacarığı ola bilər, qaydalarını qoyar, tələb eləyər və s. Amma əgər valideynlər orada, məsələn, mən uşağa deyirəm ki, bu qaydaya əməl etmək lazımdır uşaqlar. Gedir evə, valideyn deyir ki, müəllim sənə nəsə desə gəl mənə denən. Başını kəsərəm, nə bilim, öldürərəm onu. Uşaq neyinir artıq? O qayda onun üçün artıq müəllimin dediyi söz dəyərsizləşir. O qaydaya əlbəttə ki, bir çox uşaq əməl eləməyəcək. Çünki rahatdır. Bilir ki, onun güvəndiyi insan valideynlərdir. Bilir ki, mənə müəllim nəsə desə, gələcəm valideynimə deyəcəm. Buna görə valideynləri prosesə cəlb eləmək, onları məlumatlandırmaq lazımdır ki, sosial-emosional öyrənmə nədir, idarə etmə nədir, bizə necə dəstək olmalısınız. Biz yəni nəyə görə çalışırıq? Sizin uşağınızın inkişafı üçün çalışırıq da. Pislik eləmirik ki ona. Nəsə öyrədirik, inkişaf elətdirməyə çalışırıq. Sizin də bizə dəstəyiniz lazımdır. Belə, şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb eləmək, yəni onları sosial layihələrə, digər şagirdlərlə, məsələn, bir məktəbin şagirdlərini digər məktəbin şagirdləri ilə ünsiyyətə cəlb edə bilir. Yarışlara, oyunlara və s. sosiallaşarlar yəni. Aydındır. Bu tip xüsusiyyətlərlə biz onlarda yəni sosial mühitə adaptasiya eləyə bilərik. Sosial-emosional öyrənmə şagird nailiyyətinə necə təsir edir desək, ilk növbədə davranışların idarə olunmasına kömək edir. Niyə? Çünki adam artıq neyinir? Özünü dərk edir, özünü idarə edir, başqaları ilə də empatiya qurur. Ünsiyyət qurmağı bacarır və s. Bunlar hamısı da nədir? Onun davranışını düzgün idarə etməsinə kömək edən faktorlardır. Şagirdləri həyata hazırlayırıq. Bu xüsusiyyətlər, danışdıqlarımızın hamısı həyati bacarıqlardır. Təkcə onlara imtahandan keçmək üçün yox, həm də həyatda lazım olan keyfiyyətlərdir. Deməli, bu da onun bir üstünlüyüdür. Eyni zamanda bilin ki, sosial-emosional öyrənməni inkişaf elətdirsək, şagirdlərin akademik nailiyyətləri də yüksələcək. Akademik nailiyyət sosial-emosional öyrənməyə bəli, birbaşa təsir göstərmir. Yəni, uşaqda biz akademik nailiyyətləri nə qədər yüksəlsək də, onlarda sosial bacarıqları inkişaf etdirmir bu. Amma sosial bacarıqları inkişaf etdirəndə nə olur? Onun akademik nailiyyəti də yüksəlir. Çünki yenə insan özünü dərk edir, idarə edir. Nəticədə, məsələn, əsəbləşəndə özünü sakitləşdirməyi bacarır. Yorulanda o hisslərini analiz eləməyi, idarə etməyi bacarır. Ona görə də sosial-emosional öyrənmə neyinir? Akademik nəticələrə də təsir göstərir, yüksəldir. Burada bir dənə də belə təkər var. Bunu da yenə baxırsınız ki, bunlar hamısı sinif otağında görülməli olan bayaqki məsələlərdir. Aydındır. Bu qədər. Bunun bir 20 dənə də testi olmalıdır. İşləyəcəksiniz. Bunu işləyirsiniz. Neçə dənə? 20 dənə, hə. O birisini də kimlər, nəzərləri tam bilirsə işləsin 60 dənə testi. Bilməyənlər də öyrənsin hələ, sonra işləyər bilməyənlər.